Xoş gördük hər birinizi, əziz dostlar, əziz həmvətənlərim. Bugün 7 oktyabr 2025-ci il Azərbaycana dost qardaş olan İsraildə bugün anım günüdür. Biz bu anım gününü unutmadıq. Hər il olduğu kimi bu ildə qardaş ölkə İsrailin yanındayıq. Bəli, çünki onlar bizim çətin günümüzdə bizim yanımızda olublar. Bizim dərdlərimizə şərik olublar. Bizim acımız onların acısı olub. Necə ki, onların acısı bizim acımızdır. Bəli. Terrorda dünyasını dəyişən insanların ailələrinə başını sağ olsun deyirəm. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirəm. Sağ qalanlara, yararlara Allah acil şifalar versin. Yaşasın böyük İsrail, am İsrail xay. Azərbaycan-İsrail dostluğu əbədidir, möhkəmdir. Qələbə arzulayıram, əziz yahudilər sizə. Allah yar və yardımcınız olsun. Hər zaman qələbə sizinlə olsun. Amin.